Salam uşaqlar. Bugün biz sözlərin qrammatik mənasının müəyyənləşdirilməsi mövzusu daxilində tapşırıqları yerinə yetirəcəyik. Elə isə gəlin birinci tapşırığımıza nəzər salaq. Cümlənin məzmununa əsasən fərqləndirilmiş sözlərin mənasını izah edin. Bu sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin. Birinci cümləyə diqqət edək. Solmaz uzun hörüklərinə göy lent bağlamışdı. İkinci cümləyə baxaq. Göydə buludlar pambıq kimi görünürdü. Uşaqlar, burada birinci cümlədə göy sözü, göy lent. Hansı lent? Necə lent? Suallarına cavab verir. Burada sifətdir. İkincidə, göydə buludlar pambıq kimi görünürdü. Harada? Uşaqlar, gördüyünüz kimi burada göy, mavi səmanı ifadə edir və səmanı ifadə etdiyinə görə isimdir. İndi isə gəlin, yadda saxla rubrikasına diqqət edək. Sözlərin qrammatik mənasının müəyyənləşdirilməsi. Bəzi sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirmək üçün onun cümlədəki mənasına diqqət etmək lazımdır. Uşaqlar, gəlin nümunələrə diqqət edək. Ağ tut şirin, qara tut turşməzə olur. İkinci, Rəsul, topu tut. Gördüyümüz kimi birinci cümlədə olan fərqləndirilmiş tut sözləri ismi ifadə edir. İkinci cümlədəki tut sözü isə feili ifadə edir, hərəkət bildirir. İndi isə bir tapşırığına nəzər salaq. Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin. Uşaqlar, gəlin əvvəlcə cümlələri oxuyaq. Birinci, yaxşı, daha sözün yoxdursa gedək. İkinci, yaxşı at özünə qamçı vurdurmaz. Burada işlənən yaxşı sözü sifətdir, yoxsa modal söz. Uşaqlar, bunu müəyyən etmək üçün biz əvvəlcə yaxşı sözünə sual veririk. Gəlin, sual verək. Aha, ikinci cümlədə olan yaxşı sözünə yaxşı at. Hansı at? Hansı sualına cavab verir? Sual verə bilirik. Deməli, əsas nitq hissəsi olan sifəti ifadə edir. Birinci cümlədə olan yaxşı, daha sözün yoxdursa gedək. Olan yaxşı sözünə isə sual verə bilmirik. Deməli, burada köməkçi nitq hissəsidir və sadəcə münasibəti bildirir. Bu səbəbdən birinci cümlədə olan yaxşı sözü modal sözdür deyə bilirik. Üçüncü cümləyə baxaq. Artıq biz hər şeyi başa düşmüşdük. Dördüncü cümlədə Turanə artıq kitabları şkafın gözünə yığdı. Uşaqlar, burada dördüncü cümlədə olan artıq sözünə sual verə bilirik. Turanə hansı kitabları şkafın gözünə yığdı? Deməli, sifəti ifadə edir. Üçüncü cümlədə artıq biz hər şeyi başa düşmüşük. Cümlənin təsir gücünü daha da qüvvətləndirir. O səbəbdən burada ədatdır deyə bilərik. Və 5-ci cümləyə baxaq. Gəlin keçmişimizi unutmayaq. 6-cı cümləni oxuyaq. Bizə tez-tez qonaq gəlin. Uşaqlar, bizə tez-tez qonaq gəlin. Nə edin? Gəlin sözü nə edin sualına cavab olur. Lakin 5-ci cümlədə olan gəlin keçmişimizi unutmayaq cümlədə olan gəlin sözü heç bir suala cavab vermir. Deməli, suala cavab verən gəlin sözü, yəni 6-cı cümlədə olan gəlin sözü feildir, hərəkət bildirir. 5-ci cümlədə olan gəlin keçmişimizi unutmayaq. Gəlin sözü isə yalnız cümlənin təsir gücünü artırır. O səbəbdən ədatdır deyirik. C tapşırığına nəzər salaq. Cümlələrdəki ki sözünün mənasına diqqət edin və uyğunluğu müəyyənləşdirin. Birinci cümlə, mən çalışırdım ki, anam narahat olmasın. İkinci cümlə, sən ki yaxşı hazırlaşmışdın. Uşaqlar, mən çalışırdım ki, anam narahat olmasın cümləsində gördüyümüz kimi cümlələr arasında əlaqə yaradıb. Mən çalışırdım, eyni zamanda anam narahat olmasın. İki cümlə arasında ki bağlayıcısı əlaqə yaratmışdır. Deməli, birinci B fikrini ifadə edir. Yəni, cümlələr arasında əlaqə yaradır, bağlayıcıdır. İkinci cümləyə baxaq. Sən ki yaxşı hazırlaşmışdın. Gördüyümüz kimi, buradakı
cümlənin təsirini qüvvətləndirir, təsir gücünü artırır. Buna görə də biz deyirik ki, burada işlənən ki ədatdır. Yəni köməkçi nitq hissəsidir. İndi isə gəlin diqqət edin rubrikasına nəzər salaq. Ki sözü cümlələrdə bağlayıcı və ya ədat kimi işlənə bilər. Bağlayıcı kimi bu söz mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Nümunəyə nəzər salaq. Biz hamımız inanırdıq ki, ordumuz bu müharibədə qələbə qazanacaq. Uşaqlar, burada da diqqət etsək görərik ki, iki cümlə arasında əlaqə yaradıb. Biz hamımız inanırdıq, eyni zamanda digər cümlə ordumuz bu müharibədə qələbə qazanacaq. Əlaqələndirib və bağlayıcı kimi işləndikdə kidən sonra virgül qoyulur. Bu məlumatı da yaddan çıxarmayaq. İndi isə gəlin ki tapşırığına nəzər salaq. Buraxılmış virgül işarələrini bərpa edib cümlələri köçürün. Birinci cümlə, sən ki mənə söz vermişdin. Uşaqlar, burada ki hissəciyindən sonra virgül olmayacaq. Çünki ki hissəciyi yalnız cümlənin təsir gücünü qüvvətləndirmək üçün istifadə olunub. İkinci, müəllim dedi ki, sabaha təqdimat edəcəksiniz. Burada gördüyümüz kimi iki cümlə var. Müəllim dedi, sabaha təqdimat edəcəksiniz. Və ki bağlayıcısı iki cümlənin arasında əlaqə yaratmışdır. Buna görə də ki bağlayıcısından sonra virgül işarəsi qoyulacaq. Üçüncü cümlə, indi ki hamı razıdır, gəlin işlərimizi planlaşdıraq. Burada da gördüyümüz kimi ki hissəci yalnız cümlənin təsir gücünü artırır. Buna görə də virgül işarəsi olmayacaq. Dördüncü cümləyə baxırıq. Sən bilməlisən ki, böyüklərin məsləhətini dinləyən xeyir tapar. Diqqət etsək görərik ki, sən bilməlisən bir cümlə, böyüklərin məsləhətini dinləyən xeyir tapar növbəti cümlə və iki cümlə arasında ki bağlayıcısı əlaqə yaratmışdır. Bu səbəbdən kidən sonra virgül işarəsi olacaq. Beşinciyə diqqət edirik. Bizə xəbər verdilər ki, bugün məşğələ olmayacaq. Uşaqlar, burada da gördüyümüz kimi iki cümlə var. Bizə xəbər verdilər, bugün məşğələ olmayacaq. Və həmin cümlələr arasında ki bağlayıcısı əlaqə yaradaraq onları birləşdirmişdir. Buna görə də ki bağlayıcısından sonra virgül işarəsi olacaq. Əziz dostlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.